Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, nə istəsə papağa toxuya bilərsiniz. Bunun üçün mən belə götürmüşəm rezinka hissəsini, tərs toxumuşam hər iki üzdən. Sapım da 100 qramlıq 350 metrəlik sapdır. İndi mən bunu qısa formada götürəcəm, bu iki dənəsini göstərəcəm buradan. Bunun üçün də 2, 4, 6, 8, 10, 12, 14, 16, 17 ilmek götüreceğim bilimin üstüne. Böyle bir sapımı götürürüm. 17 ilmek yığıram milin üstüne. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek. Ters yüzden bütün ilmekleri axıra kadar ters toxudum. İndi düz yüzden yine eyni şeyi tekrar edirik. Bir sırada toxuyuram. Kənarı götürdüm. 3 tərsi toxuyuram. 2, 3 tərsi toxudum. Bu ilməni yenə də buradan yox, buradan götürürəm. Sonra mildən çıxardıram. Ortada bir tərs olur bu iki düzün arasında. Yenə bu ilməni, düz ilməni ikinci ilməkdən götürürəm. Sonra 3 tərs yenə. 2, 3 tərs. Yenə burada düz ilməni alttaki ilməkdən götürdüm. Bir tərs toxudum. Yenə bir düzü də buradan ikinci ilməkdən götürdüm. Yenə 3 tərs. Kənarı da tərs toxudum. Tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Formada belə bir naxış alınır. Burada heç bir dəyişiklik olmur. Axıra qədər eyni formada belə bir toxunuş alınır. Bunu da yenə də jiletə, jaketə, nə ürəyiniz nə istəsə ona toxuya bilərsiniz. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.